Salam Əsəd. Aleyküm salam Turqay. Əsəd, sayt haqqında birinci özü təqdim elə. Mən Kərimov Əsəd Təvəkkül Universitetinin jurnalistika ixtisasında təhsil alıram. Hazırda 2-ci kursda oxuyuram. İndi girəcəyimiz, qarşında gördüyün sayt APA saytı. Hər zaman həmişə işlətdiyimizdə, bizim istifadə etdiyimiz saytdır. Birinci həmişə təcrübəli bir sayt üzrə təcrübəli bir insanlara səhə sağlayın. Saytın dizaynı, xəbərlər, yəni yerləşdirmə, quruluş, saytın quruluşunu sən qane eləyirsən. O bir saytlara nisbətən daha yaxşı saytdır, həm xəbərlərdən, həm də başqa cəhətdən daha üstünlük təşkil edir. Burada həm sosial xəbərlər, həm siyasi və başqa cür xəbərlər də paylaşılıb. Saytı rahat, yəni rahat girib xəbərlər ala bilirsən saytdan. Bəli, Deyək ki, yaxşı. istənilən məlumatı rahat ala bilirsən, hə? Əsəd, sosial xəbərlərdən bir dənə xəbər indi girib bir dənə sosial xəbərlərin içərisində bir dənə xəbər oxuya bilərsən mi? Məsələn? Girib sosial xəbər blokundan girirsən, məsələn başlıq olaraq. Məsələn, burada sosial xəbərlərdən Pakistan məhkəməsi Pərviz Müşərrəfə. Bildim. Yəni girirsən, sosial xəbər blokunu tapırsan, oradan girirsən sosial xəbərlər. İndi bir dənə blokdan gir. Sosial xəbərlər tap blokunu. Danışçı hardadır? Bax, sosial xəbərlər blokuna girəsən, bir də xəbər taparsan da. Dünya xəbərləri. Hər hansı bir sosial xəbər. Məsələn, və bu da Pakistan məhkəməsi. Biz blokdan girib onu tapdıq. Buradan məsələn tapdın da. Normal blokdan. Normal blokdan mənə desək ki. Deyək ki, sosial xəbər, burada yazılır məsələn idman, sosial, yaxud da iqtisadiyyat. İndi sosial xəbər blokundan girib xəbər tapmalısın. Məsələn, dünyaya girib burada Amerika, Avropa və başqa ölkələrdə seçib hansısa ölkənin xəbərlərini oxumaq olar. Sayt səncə qarışıqdır, yoxsa belə açıqdır? Yox, normal dizayneri və başqa saytlara görə daha yaxşıdır. Biz sayt haqqında əlaqələrə girə bilərsən, məsələn, sayt haqqında deyək ki, girdik, indi biz saytın rəhbərliyinə deyə əlaqə saxlamaq istəyirik. Burada birinci login və parola bilmək lazımdır. Məsələn, giririk ki, biz sayt kimlənsə əlaqə yaratmaq istəyirik də, saytın əlaqə butonu olur, saytla əlaqə. APA ilə əlaqə. Məsələn, hansısa bir xəbərin aşağıda şərh və yaxud da səhv və ya doğru olmağını aşağı qeyd etmək üçün yer var. Yox, mən sizə dediyim, məsələn, sayt haqqında əlaqədə orada nömrə olur, e-mail olur və yaxud da onu almaq üçün girib də saytın e-mailini, bir də nömrəsini. Hər bir xəbər haqqında Facebook, Twitter, başqa internet portalları da var. Məsələn, həmin xəbərin bəyənib, Facebookdakı xəbəri bəyənib və yaxud da onu Facebookla əlaqə saxlamaq olar. Həmin Facebookda da aşağıda login və yaxud da nömrələr qeyd olunur. İndi sayt haqqında əlaqə olur, normal sayt haqqında əlaqələr olan buton. Girirsən sayt haqqında əlaqə, deyək ki, orada nömrə yazılıb. Sizin saytda var idi, məsəl üçün, anons azda var idi. Girirdin haqqımızda yazılan ya da haqqımızda yazılan, məsələn, haqqımızda yazılan yeri tap. Məsələn, görmüşdüm, sizdə anons azda var idi ki, girirdin, haqqımızda yazılmışdı kənarda bir yerdə. Əlaqə. Burada məsələn əlaqə yeri var. Əlaqə. Görürsünüz. Hansısa bir xəbərin pis və yaxşı olmasını e-mail və yaxud da nömrəsən girib demək olar. Göndərmək olar buradan. Belə səncə qane eləyir saytı, rahat işləyə bilirsən saytda? Normaldır.
Düzdür, reklamlar çoxdur, amma yəni yaxşı. Bəzi saytlar var ki, orada ancaq bəzi şəkillər çox paylaşılır, amma bu saytda görünmür belə xəbərlər. Sizin saytda təqvim var idi, saytda təqvim qoymuşdunuz. Yəni təqvim qoyulan yer olur. Aynı əsası olmaması. Yoxdur, amma deyirlər şovda bağlandı, sayt bağlandı. Sayt bağlandı. İndi burada APA-da tapa bilərsən təqvimi. Təqvim orada, təqvimə baxardıq da aynı tarixinə. Burada həm təqvimdən başqa valyuta və ya da kursla bağlı məlumatlar verilib. Bu da saytın daha da yaxşı olmasını göstərir. UEFA-nın axırıncı oyunla bağlı, Çempionlar Liqasının axırıncı oyunlar var idi. Onlardan bağlı xəbər tapa bilərsən, biz tapardım. Çempionlar Liqasının axırıncı oyunla bağlı xəbər olmalı. Burada idmana girib, idman bankına girib, tapmaq daha rahat olur. Çempionlar Liqasının sonuncu turda olan oyunlar haqqında xəbərlər olmalı. Burada UEFA Çempionlar Liqası Real və Borussia yarım finala yüksəlib. Sonunda Əsəd, sən sayt haqqında dən düşüncələri bildirərdin. Yəni, səncə normal standartlara saytın quruluşu, dizaynı, ondan sonra xəbərlərini tapma rahatlığı. Burada məsələn əsasən xəbərlər real xəbər olub gəlib bura köçürüblər, yoxsa o real saytlarda xəbərləri kopya edib, məsələn bəzi saytlar var ki, paylaşırlar. Xəbərin keyfiyyətinə görə demirəm, saytın dizaynına görə. Məsəl üçün deyək ki, sən saytda girdin, daha rahat məsələn hər hansı bir məlumatı əldə edə bildin. Məsələn, mən sənə dedim ki, əlaqəni tap. Normalda sən saytda əlaqəni ya da haqqımızdan harda görürdün? Saytın hansı hissəsində daha yaxşı olsa daha yaxşı olur. Məsələn, daha tez. Salam Əfqan. Salam. Əfqan, şimdi səni tanıyaq əvvəlcə. Mən Hüseynov Əfqan, Bakı Dövlət Universiteti 3-cü kurs jurnalistika tələbəsiyəm. Əfqan, indi biz usability test deyilən bir şey keçirəcəyik. İlk sualım sənə belə olacaq ki, sən APA-az saytını, dizaynını necə baxırsan dizayna? Səncə qane eləyir dizayn? Belə normaldır dizaynı. Amma rənglərdə biraz uyğunsuzluq var. Burada hiss olunur. Məsələn, arxa fon daha çox yaşıl, insanın biraz gözünü ağrıda bilər. Səncə xəbər saytı olaraq daha qarışıq, ya açıq, rahat saytda girmək üçün rahat sayt yoxsa yox? Məncə ən çox Azərbaycanda izlənən agentliklərdən biri APA-dır. Ən böyük agentlik də məhz APA-dır. Ən çox izlənən də məncə APA-dır. Buna görə də məncə bura girmək üçün daha çox rənglərə fikir vermirlər. Burada xəbərlərin keyfiyyətindən, yaxud da ki, nə qədər doğru və ya yanlış olduğundan istifadəçilər. Dizayn səncə nə qədər önəmlidir? Saytın yığılmağı, dizaynı, blokların yerləşdirilməsi. Doğru dizayn böyük əhəmiyyət kəsb edir, amma bir həddə qədər. Məsələn, bir sayt olsun, dizaynı çox gözəl olsun, çox insan cəlb edici olsun. Amma oradakı xəbərlər insan cəlb etmədikdə inanmıram ki, hər hansı bir insanlar girib oradan xəbər oxusun. Əfqan, sən də bu saytda mənə sosial xəbərlər blokunu tapıb, oradan bir xəbər oxuya bilərsən. Sosial xəbər blokunu tapıb. Axtar. Deyən normalda məsələn, harda olmalı səncə?
Sosial xəbərlər məncə siyasətdən daha sonra olsa yerinə düşərdi. Məsələn, o da sosialda xəbərlər ümumi gedir burada. Sosial hadisə, dini media, 3-cü sektor gedir. Sosial xəbərlərə girək buradan. Və gördüyümüz kimi siyasətdən daha sonra məncə bu uğurlu bir düzülüşdür. Və siyasətdən sonra xəbərlərdə ümumi başlıq qoyulub və sonra sosial hadisə, dini belə qruplaşdırılıb. Əsasən saytlarda əlaqə nömrələri, saytın rəhbərliyi əlaqə saxlamaq üçün sən bizdə burada saytla əlaqə butonunu, blokunu tapa bilərsən. Burada əlaqə, saytla əlaqə. Buradan abunəyə girək. Məhsullar və abunəlik təklifləri var burada. Burada biz görürük ünvanı, telefon nömrəsi, faks var, e-mail var. Məsələn, buradan tapmaq mümkündür demək. Səncə normal saytlarda, yəni bizim baxdığımız saytlarda saytla əlaqə adlı buton olur da. Abunədən əlavə. Bu abunə tamam o başqa bir butondur məncə burada. İndi sən əsasən mənə tapmalısan saytla əlaqə butonunu. Burada göründüyü kimi saytla əlaqəni məhz abunənin içində veriblər. Bu butonun içində veriblər. Mən əlaqə burada inanmıram ki, burada əlaqə verilibsə, abunənin içində verilibsə, inanmıram ki, əlaqə olsun. Burada gördüyümüz kimi əlaqə butonu yoxdur. Məncə əlaqə olsaydı daha yaxşı olardı. Məsələn, insanların asan tapması üçün. Sən düşün, bəlkə başqa bir yerdə, səncə ehtimal var ki, başqa bir yerdə olsun. Yəni, saytın başqa bir hissəsində olsun, yuxarıda olmasın, başqa yerdə olsun. Bir yere ona baxdıq biz. Deməli, burada aşağıda var imiş. Əlaqə, ünvan, Nəcəf Qulu Rəfibəy küçəsi məhəllə 11-45. Çempionlar Liqasının sonuncu oyunundan bağlı xəbər tapa bilərsən. Oyunlar haqqında xəbər olmalı. Buradan xəbərdən biz idmana girməliyik onda. İdman, olimpiyadalı, top oyunları, futbol. Nə tapmalıydıq? Çempionlar Liqası. Çempionlar Liqası yəni final mərhələsinin püşkatılıb. Bu püşkatmadır, daha doğrusu oyun deyil. Hər hansı bir xəbər. Bunu götürə bilər, püşkatmanı. Saytlarda normalda təqvim olur da. Yəqin ki, görmüsən. Təqvim? Təqvim. Yəni, ayın tarixini göstərən bir təqvim ayrılır, təqvim. Təqvimi tapa bilərsən bu saytda. Burada gördüyümüz kimi təqvim. Sən də təqvim yerindədir, yəni başqa, harada verilsəydi daha uğurlanlar. Məncə yerində verilib. Çünki burada xəbərlər yerləşdirilib. Xəbərlərdən önə çıxartmağa bir o qədər inandırıcı gəlmir. Məsələn, düzgün də olmazdı məncə. Təqvim lap yuxarıda vermək. Məncə uğurlu yerdə qurulub. Onun əlavə saytda haqqımızda deyilən Haqqımızda? Şirkət haqqında ya? Şirkət haqqında. Agentlik haqqında burada. Agentliyin məlumatı var. Azərbaycanda saytlar, sayt adı çəkilməsə Azərbaycanda əslində daha çox izləyici olan. Bir dənə üzr istəyirəm, onu söyləyim. Burada haqqımızdan məsələn aşağı qoymağı bir o qədər də yaxşı deyil mənim fikrimdə. Çünki haqqımızda məhz burada butonların yanında olsaydı daha yaxşı olardı. Məsələn, burada əlavə olaraq butonlar qoysaydı, haqqımızda olsaydı, ya əlaqəni bura qoyulardı. Bu daha yaxşı olardı. Çünki başqa saytlarda, yaxud da ki, televiziyanın öz rəsmi saytlarında gördüyünüz, hamısında görürük ki,
Bunlar yuxarıda qoyulub. Bunlar yuxarıda olsaydı, məncə daha yaxşı olardı. Və tərəfdaş məsələn burada olmağı bir o qədər qeyri-anormal sayılmır. Anormal daha doğrusu sayılmır. Amma onların yuxarıda olması daha yaxşı olardı. İndi səncə sayt uğurlu saytdır? APA adına görə, APA-nın izləyici kütləsinə görə uğurlu saytdır. Yəni yığımı, dizaynı uğurludur. Dizayna fikir verdikdə görürük ki, o qədər də belə insanları cəlb edən dizaynı yoxdur APA-nın. Bunlar daha çox iş keyfiyyətinə üstünlük verirlər. Dizayna bir o qədər də üstünlük verdikləri görünmür burada. Mən elə sayıram ki, dizayn APA üçün o qədər də uğur üçün lazım deyil. Məhz insanların oxucu auditoriyasını mənimsəməsi üçün, oxucu auditoriyasını yığmaq üçün APA öz işi ilə, öz yazdığı xəbərlərlə, paylaşdığı informasiya ilə məncə öz auditoriyasını qazana bilib. Bunun üçün dizaynın o qədər də əhəmiyyəti yoxdur mən fikirlərim. Oldu, sağ ol Əfqan. Sağ ol.